Biznes sedanlar ümumiyyətlə həyatın ayrılmaz bir hissəsidir. Təsəvvür edin, yaşınız 30-u keçir, artıq iş yerində uğurlar var, maaşınız artıb, statusu dəyişmişsiniz və öz statusuna uyğun avtomobil axtarırsınız. Alman premiumuna pulunuz çatmır. Amma istəyirsiniz ki, həm lovğalanasınız, həm də gəncsiniz, biraz da drive istəyirsiniz. Başlayırsınız axtarmağa. Şablon variantlar da var, amma mən deyim ki, Kia K5 çox uğurlu bir seçim olacaq. O sizin üçün də, sərnişinlər üçün də rahatlıq təmin edəcək, elə drive təşkil edəcək ki, necə deyirlər, qurdunu öldürəcəksiniz. Dinamikaya baxmaq istəyirəm. 240 at güclü turbo mühərrik və 353 Nm hasil edir fırlanma anı. Saatda 100 sürətini 7.3 saniyə toplamalıdır. Maksimal sürət 200 km-dir. Fürsət axtarıram ki, sürətlənməni yoxlayım. Getdik. Avtomobilin qabaq hissəsi qalxır.